danışasınız? Azərbaycanda o meyxana deyənlər var, tüfeyle həyat tərzi keçirdən insanlar. 300 dənə sözündən bilirlər, 300 söz. Onunla sənət yaradırlar. Meyxana ümumiyyətlə ədəbiyyata heç bir aidiyyət yoxdur. Yaxından, uzaqdan, böyürdən, kənardan. Bu meyxana kütləvidir və Azərbaycan xalqına qətiyyən aidiyyət olmayan bir şeydir. Bu, Fars-Ərəb mədəniyyətin Azərbaycan mədəniyyəti üzərindəki sonuncu qalasıdır bu. Sonra. Ne eləməksin? Buyurun. Sonra. Tural Bey. Siz yazar kimi nə yazarsınız? Bir ondan danışalım. Ya, yazar ki mən oxumuşam, mən bilirəm yazısını. Ne siz oxuyun? Biz bilmirik, biz tamamlıq. Bilmediğimiz sözü işlemirik. Bu bir. İkincisi de ki bütün meyxanalar bir yere cəm eləsin. Hamıya məlum olan sözlərdən istifadə edir. Meyxana ədəbiyyatları ola bilər, sizin üçün coğrafiya sahəsinə aid ola bilər. O sizin öz probleminizdir. Bizim sənətimizi tənqid eləyə bilən olar. Amma o fərdsiz ola bilməzsiniz. Yəni mənim üçün şəxsən qətiyyən ibrət ola bilməz. Dediği sözü izahını versin. Tufeyli həyat tərzi sürən insanlar. Xahiş edirəm. Mən, qardaş, səni narahat edən nədir? Yox, icazə ver. Yox, bu dəqiqə müəllim. Mən üç əsri tanır, iki əsri tanır. Yox. Səni narahat edən nədir? Yox, bu dəqiqə. Buyur, fikrini çatdır. Mən sizi efirdə orada bunu bir Buyur. Sizi mən Buyur. ziyalı bir insan kimi tanıyıram. Buyur. Səni narahat edənlərdir bu tində adama durub verilən sualdır ki, yəni meyxana mən deyirəm Azərbaycana aid deyil. Meyxana oğlum kimə aid? Bir dəqiqə. Meyxana Mənim kimə burada aid? aparıcı mənəm. Kimə? Hansı xalq aiddir? Dinlə mənə buna cavab ver. Mən Azərbaycanlıyam. Mənim göz açmışam atam da, anam da, babam, nəsli meyxana deyiblər. Qulaq asıma bütün millət. Sən xeyr ola. Söyüş yox ha. Əsli meyxana. Odur, mən mizah eləyəcəm əlim. Rahat ol, mizah eləyəcəm. Amma bir dənə də sən İcazə ver, sual verəcəm. Mən deyirəm ki, meyxana ümumiyyətlə sənət növü deyil. Və bunu Azərbaycan köklərinə aparıb bağlamaq istəyir. Aydın danışımın başa düşmürəm nə deyir o. Deyil, o bir zəka ilə bağlı ola bilər. Aydın danış oğlum, aydın cümləri aydın danış. Diksiya, diksiya. Deyirəm ki, aydın danışmam. Deyirəm ki, mən başa düşmürəm bu kişi nə danışır, bu uşaq nə danışır, mənsə oğlum. Gəlin dinləyək. Yəni mən demək istəyirəm cümləni aydın danış. Sən əgər beyxananı bəyənmirsən, o başqa məsələ. Amma sənin də bizim hərəkətlərimiz bizi bəyənmir. Bəyənmədə sən... Nə danışır bu? Səbirli olaq, səbirli olaq. Əli mənim səbirli Yəni olaq. aydındır, mən başa düşürəm nə deyirsən. Mən sizə kömək edəcəm. Hə. Sizdən bəyənməyə almaq mənim həyatda idealım deyil ki, yəni narahat olmayın. Nə deyir bu? Nə danışdıydı bu? Aşı nə danışdıydı? Necəsə sizdən başqa hamı başa düşür. Tarix naziri mən oxumuşam, axıra ki mən sənin cümlələri başa düşmürəm. Nə deyirsən sən bala? Yaxşı, dinləyək, səbirli olaq, eşidin. Axır başa düşmürəm. Birincisi hamımız, yəni uzun burada bir tarixi geniş ekskurs eləməyə ehtiyac yoxdur, amma bu bilir ki, Azərbaycan ədəbiyyatının tarixi var.